Vahabilərə qısa suallar proqramında onların öz kitablarından, öz əqidələri barəsində suallarımız var ki, onlardan soruşuruq, o suallar barəsində soruşuruq və Vahabilərdən cavab tələb edirik. Vahabilər iddia edirlər ki, Əbu Bəkirin xilafəti icma idi. Yəni, həm Ənsar tərəfindən, həm mühacirlər tərəfindən qəbul olunmuşdu, icmaən qəbul olunmuşdu. Amma Əhl-i-Sünnə alimlərindən sayılan İbn Həzm Əndəlusi özünün Əl-Muhalla bil-Asar kitabında qeyd edir ki, Həzrət Əli əleyhissalam və tərəfdarları bu xilafətlə, yəni Əbu Bəkirin xilafəti ilə müxalif idilər. Buyurur ki, öz kitabında buyurur ki, mənbəsi buyurur ki, 9-cu cilddə 345-ci səhifədə deyir ki, lənət olsun o icmaa ki, Həzrət Əli əleyhissalam və onunla bir yerdə olan səhabələr orada yox idi. İndi bu Vahabilər ki, iddia edirlər Əbu Bəkirin xilafəti icma idi, bu alimin bu dediyinə necə cavab verirlər? Vahabilərdən cavab göstəririk.